Salam, hər vaxtınız xeyir. Xəbərlərin saat 17 olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Gülşən Aslanovadır. Xəbərlərə keçək. İlin sonuna yaxınlaşdığımız bir vaxtda dünya siyasətində strateji oyunlar yenidən qurulur. Bugün Vladimir Putin Hindistana rəsmi səfər edir və bu səfərdə hərbi, enerji, eləcə də iqtisadi əməkdaşlığın gündəmdə olacağı deyilir. Paralelində isə Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan qaz idxalını tam dayandırmaq qərarı verir. Hindistanın Rusiya ilə dərinləşən münasibətlərini, eyni zamanda Amerika Birləşmiş Ştatları və Avropa ölkələri ilə balanslı siyasətini, həm də Avropanın Rusiya qazından mərhələli imtinasını bir arada götürsək, geosiyasətdə yeni mənzərə yarandığını görmək mümkündür. Bugün bütün gözlər Putinin Hindistan səfərinə çevriləcək desək, yanılmarıq. Çünki bu soyuq müharibə dövründən gələn uzun müddətli hərbi strateji tərəfdaşlığın müasir versiyasıdır. Səfərin əsas mövzusu Hindistanın Pakistanla sərhəddə artan gərginliyə qarşı özünü müdafiə üçün silah almasıdır. Yəni Hindistan üçün Moskva regionda etibarlı bir tərəfdaş rolunu oynayır və enerji silah mübadiləsi ilə strateji mövqeyini qoruyur. Analitiklərin fikrincə bu yaxınlaşma regional balansı dəyişdirə və həm Asiya, həm də Avropa ilə münasibətlərə təsir göstərə bilər. Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyanın müttəfiqləri sırasındadır Hindistan, Çin, Hindistan, İran, Şimali Koreya, deməli onun müttəfiqləri sırasındadır və Hindistanla münasibətlərə gəldikdə isə bilirsiniz ki, Avropanın imtina etməyə hazır olduğu enerji resursları var ki, onun böyük alıcılarından biri Hindistandır. Eyni zamanda Hindistan Rusiya münasibətlərində həm də bir silah alış-satışı deməli mövcuddur. Əsas məqamlardan biri isə Hindistanın yalnız Moskva ilə deyil, Birləşmiş Ştatlar və digər qərb ölkələri ilə də əməkdaşlığı davam elətdirməsidir. Xüsusilə də texnologiya və ticarət sahələrində əməkdaşlıq qorunur. Buna baxmayaraq, Vaşinqton Hindistana Rusiya yaxınlaşdığına görə təzyiqi davam elətdirir. Oktyabrda Birləşmiş Ştatların Rusiyanın iki böyük neft şirkətinə sanksiya tətbiq eləməsi dolayı yolla Hindistana da təsir elədi. Çünki sözü gedən neft şirkətlərinin Dehlidə də ofisləri var idi. Nəticədə Hindistanın neft idxalı kəskin azaldı. Bütün bu proseslər Dehli üçün həm imkan, həm də risk yaradır. Ekspertlərin fikrincə bu davranış uzun müddətli davam eləsə də gərginlikləri göz ardı eləmək olmaz. Amerika Birleşik Devletleri ve Avrupa Birliği'nin Rusya'ya uygulanan ambargolar kapsamında Avrupa'nın gaz tedarikinden Rusya zincirini çıkartmasına mütakiben Rusya'nın Hindistan ve Çin başta olmak üzere Asya pazarına yöneleceğini değerlendiriyoruz. Ancak Hindistan bu konuda Amerika ile karşı karşıya gelebilecek potansiyele sahip bir ülke konumundadır. Çünkü Hindistan gazı Rusya'dan tedarik ederken Hindistan-Amerika arasındaki petrol hacmi de her geçen gün büyümektedir. Bu arada Kreml və tərəfdaşlıqdan danışmışkən Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan qaz idxalını tam dayandırmaq qərarı verib. Bu Avropa üçün enerji yolunda kritik addımdır və eyni zamanda Moskvanın enerji gəlirlərinə ciddi zərbə vura bilər. Bir tərəfdə Hindistanın Rusiya ilə dərinləşən strateji əməkdaşlığı, digər tərəfdə Birləşmiş Ştatlar və Avropa ilə balans siyasəti, üçüncü tərəfdə ittifaqın Rus qazından mərhələli imtinası. Bütün bunlar münasibətlərdə yeni bir dövrün başlanğıcını göstərir. Bu yeni mənzərədə ölkələr öz maraqlarını qorumağa çalışır, bazarlar yenidən formalaşır və daha da mürəkkəbləşir. Prosesin necə irəlilədiyini isə Putinin Hindistan səfərindən sonra demək mümkün olacaq.